Şagirdlər, bugünkü dərsimizdə molekulyar kinetik nəzəriyyənin əsaslarından temperatur, qazın təzyiqin temperaturdan asılılığı, ideal qazın hal tənliyi, qaz qanunları haqqında qısa məlumat verəcəyik. Birinci başlayaq biz qaz temperaturunu. Deməli, biz ən son aldığımız tənliyimiz bundan ibarət olmuşdu ki, biz P bərabərdir 3-dən 2 N YK üssü xətli ifadəsini almışdıq. YK üssü xətli orta kinetik enerji idi, N konsentrasiya idi, P isə təzyiq idi. İndi biz konsentrasiyanın yerinə N bölü V düsturunu yazıb hər tərəfə keçirsək, PV bölünsün N bərabərdir 3-dən 2 YK üssü xətli ifadəsini alarıq. Deməli, bir neçə eyni temperatura malik olan bir neçə maddə götürürlər. Baxırlar ki, PV bölünsün N nisbəti dəyişmir. Temperaturu dəyişdikdə isə dəyişir. Demək ki, bizim 3-dən 2 kinetik enerjinin 3-dən 2 hissəsinə bərabər olan enerjimiz hansı ki, o enerjini teta ilə işarə edəcək. Həmin teta mütləq temperaturla düz mütənasibətlidir. Mütləq temperatur anlayışını ilk dəfə Kelvin verdiyi üçün mütləq temperaturun vahidi 1 Kelvindir. Və 1 Kelvin beynəlxalq vahidlər sistemində əsas vahiddir. 7 əsas vahidimizdən biri də Kelvin olacaq. Və Kelvin şkalasında ən kiçik temperatur 0 Kelvinə bərabərdir və 0 Kelvinə biz deyəcəyik mütləq 0. Mütləq 0. Və bizim bu mütləq 0-mıza uyğun dərəcə Selsidəki temperaturumuz -273 dərəcə Selsiyə bərabərdir. Və biz burada Selsi şkalası ilə Kelvin şkalası arasında əlaqə tapırıq. Və bizim böyük T'miz, yəni Kelvinimiz kiçik T üstəgəlsin 273 ifadəsinə, kiçik T'miz isə böyük T çıxılsın 273 ifadəsinə bərabərdir. Və biz bunlar arasındakı qrafikə baxası olsaq, yəni Kelvinin dərəcə Selsidən asıllıq qrafikinə baxası olsaq, -273 dərəcədən başlayacaq və qrafikimiz bu şəkildə gedəcək. Bura 273, burada 0 Kelvin yazacaq. Və yaxud da dərəcə Selsinin Kelvindən asıllıq qrafikinə baxası olsaq, o da yenə də -273-dən başlayacaq ifadəmiz və artan düz xətt olacaq. Kelvinimiz 273 olanda dərəcəmiz 0-a bərabərdir. Bundan başqa temperatur şkalası Fahrenheit şkalamız var ki, bizim dərəcə Selsimiz bərabərdir 9-dan 5 T Fahrenheit çıxılsın 32 düsturu ilə hesablanır. T Fahrenheit'i tapası olsaq 5-dən 9 T dərəcə Selsi üstəgəlsin 32 ifadəsini alarıq. Bu da Fahrenheit ilə dərəcə Selsi arasında əlaqə düsturudur. İndi biz bu enerjinin mütləq temperaturdan asılılığı ifadəsini gətirib yerinə yazsaq şagirdlər, belə bir ifadə alarıq. 3-dən 2 YK üssü xətli bərabərdir KT ifadəsini alarıq ki, onda bizim orta kinetik enerjimiz üçün 2-dən 3 KT ifadəsini alarıq. Və diqqət edin, bizim orta kinetik enerjimiz yalnız nədən asılıdır? Mütləq temperaturdan asılıdır. Ona görə də qrafik asılılığı kənardan çəkirəm. Bizim orta kinetik enerjimiz yalnız asılıdır mütləq temperaturdan. Əgər temperatur dəyişmirsə, bizim orta kinetik enerjimiz də sabit qalacaq. İndi orta kinetik enerjimi həmən bu 2-dən 3 KT düsturunu gətirib təzyiqin düsturunda yerinə yazası olsaq, təzyiq üçün belə bir ifadə alarıq. P bərabərdir NKT ifadəsini alarıq ki, bax, buna biz deyəcəyik təzyiqin temperaturdan asıllıq düsturu. Təzyiqin temperaturdan asıllıq ifadəsi. Və bu düstura əsasən biz təzyiqin konsentrasiyadan asıllığından danışa bilərik, təzyiqin temperaturdan asıllığından danışa bilərik. Və temperaturla konsentrasiya arasında əlaqədən danışa bilərik. Deməli, bizim təzyiq konsentrasiya ilə düz mütənasib asılıdır. Əgər temperaturumuzu sabit saxlasaq,
Təzyiq temperaturla düz mütənasib asılıdır. Əgər konsentrasiyanı sabit saxlasaq, təzyiqimiz sabit qalsa, bizim konsentrasiyamız temperaturla necə asılıdır? Tərs mütənasib asılıdır. M bərabərdir P bölünsün KT düsturuna əsasən. Bax, bu oldu təzyiqin temperaturdan asıllıq ifadəsi. Buradakı K haqqında da məlumat verək. Buradakı K mütənasiblik əmsalı olub Boltzmann sabiti adlanır. Boltzmann sabiti, yəni 10 ədədi qiyməti 1,38, 10 üssü mənfi 23 Joule bölünsün Kelvindir. Vahid olaraq bizə imtahanda qarşımıza çıxa bilər. Artıq biz temperaturdan asılılıqdan danışdıq və bunu da qeyd edeyim ki, Kelvinlə dərəcə Celsius şkalaları arasında bölgülər bərabərdir. Yəni delta kiçik D ilə delta böyük D həmişə bir-birinə nədir? Bərabərdir. Yəni bu ifadəni həmişə bu şəkildə yaza bilərik. Yəni bu deməkdir ki, temperaturun 3 Kelvin artması elə 3 dərəcə Celsius artmasıdır. Nəm 20 dərəcə Celsius artması elə 20 Kelvin artmasına uyğundur. Belə. İndi biz gəlirik ideal qazın hal tənliyinə, Mendeleev-Clapeyron tənliyinə. Deməli, şagirdlər, ən son aldığımız tənlikdən P bərabərdir NKT tənliyindən. Yenə biz N'in yerinə böyük M bölünsün V yazacağıq. Hər tərəfə keçirsək, alarıq ifadəni belə PV bərabərdir N böyük NKT. İndi böyük N'in yerinə isə kiçik M bölünsün böyük M vurulsun NA ifadəsini yaza bilərik. Onda biz düstur üçün belə bir ifadə alarıq. PV bərabərdir M bölünsün M, NA vurulsun K vurulsun T ifadəsini alarıq ki, bax biz buna Mendeleev-Clapeyron tənliyi deyəcəyik. Clapeyron tənliyi. Və biz bu tənlikdə NA vurulsun K-ya hər hansısa bir NA da sabit ədəddir, K da sabit ədəddir. Bir-birinə vursaq müəyyən bir sabit ədəd alarıq və R işarə eləyərik. Buna da biz universal qaz sabiti deyəcəyik. Universal qaz sabitinin ədədi qiyməti isə R bərabərdir 8/8 Joule bölünsün Kelvin vurulsun mol. Vahid olaraq qəbul edə bilərik. Təqribi qiymətimiz 8 götürüləcək. Onda biz Mendeleev-Clapeyron tənliyini bu şəkildə yaza bilərik. PV bərabərdir M bölünsün M, RT ifadəsini alarıq ki, bu Mendeleev-Clapeyron tənliyi və ya da ideal qazın hal tənliyi adlanır. Hətta biz bu hal tənliyini PV bərabərdir nu RT şəklində də yaza bilərik. Artıq bizim buradakı M böl M-in yerinə nu ifadəsini yazdıq. Yəni burada qeyri-adi bir şey yoxdur. Bu oldu bizdən ötürü Mendeleev-Clapeyron tənliyi və ya da ideal qazın hal tənliyi. Deməli, tərif olaraq da bu şəkildə deyə bilərik ki, ideal qazın makroskopik kəmiyyətlərlə verilən tənliyinə ideal qazın hal tənliyi deyilir. Burada təzyiq, həcm və temperatur makroskopik kəmiyyətlər olduğuna görə həmin kəmiyyətlərlə verilən tənliyə ideal qazın hal tənliyi deyəcəyik. İndi biz burada Mendeleev, daha doğrusu Clapeyron nə edir? Clapeyron PV bölünsün T ifadəsini bir tərəfə keçirdir və nu-R ifadəsini alır və 1 mol qaz götürür. 1 mol qaz o deməkdir ki, qazın kütləsi sabitdir. Onda nu-ni 1 mol götürəsi olsaq, onda biz PV bölünsün T ifadəsi üçün belə bir ifadə alaraq R. R də bizdən ötürü sabit ədəd olduğuna görə biz buna sabit deyərik. Yəni bizim, kənarda yazıram təkrar, PV bölünsün T ifadəmiz nə olmalıdır? Sabit olmalıdır. Nə zaman? Kütlə sabit olduqda və ya da 1 mol ideal qaz götürdükdə. Bu tənliyə biz deyəcəyik Clapeyron tənliyi. Clapeyron tənliyi. Artıq burada makroskopik kəmiyyətlərimiz var və verilmiş kütlə sabitdir. Yəni verilmiş kütləli ideal qazdan gedir söhbət. İndi biz Mendeleev-Clapeyron tənliyindən istifadə edərək qaz qanunlarını deyəcəyik. Birinci qaz qanunlarımızdan başlayalım. Ümumiyyətlə izoprosesin nə olduğu haqqında məlumat verim. Bax, bu 3 dənə makroskopik kəmiyyət görürük. Onsuz da kütləni sabit götürmüşük. Deyir ki, makroskopik kəmiyyətlərdən birinin sabit qiymətində digər ikisi arasındakı asıllığa izoproses deyilir. İndi gəlin biz
izoproseslərimizdən başlayaq. Birinci izoprosesimiz olacaq izotermik proses. İzotermik proses nədir? Kütlənin sabit qiymətində, yəni 1 mol qaz götürdükdə temperaturu sabit saxlasaq. Artıq gələrəm mən Klaperon tənliyinə. Klaperon tənliyində hansı kəmiyyəti sabit saxlayıramsa şagirdlər, başa düşmə adına deyirəm, həmin kəmiyyət tənlikdən silirsiniz. Tənlikdən siləsi olsaq, onda biz nə alarıq? PV bərabərdir, konstant alarıq. Yəni, bu o deməkdir ki, P1V1 bərabərdir P2V2-yə. İki kəmiyyətin nisbəti sabitdirsə, o kəmiyyətlər nə cür kəmiyyətlərdir? Tərs mütənasib kəmiyyətlərdir. V2 bölünsün, V1 ifadəsini alarıq ki, bu ifadələri bir yerdə biz deyəcəyik Boyle-Mariotte qanunu. Boyle-Mariotte qanunu nə oldu? Temperaturun sabit qiymətində həcmlə təzyiq tərs mütənasib asılıdır. Yəni, biz təzyiqin həcmdən asıllıq qrafikini iki cür yazacağıq. Hər bir prosesin özünün adı olacaq. Deməli, birinci qrafikimizi bu şəkildə çəkərik və 1-2 prosesini belə qoyaq. İkinci qrafiki də tərs mütənasiblik çəkirik, amma 1-2 prosesini bu şəkildə qoyuruq. Burada baxırıq ki, həcm artıb. Ona görə buna deyəcəyik biz izotermik genişlənmə. Burada isə həcmimiz azalıb, prosesimiz olacaq izotermik sıxılma. Temperatur sabit olanda biz qızmadan, soymadan danışa bilmərik, təbii ki. İndi biz burada təzyiqin temperaturdan asıllıq qrafikini bizdən istəsə, və yaxud da həcmin temperaturdan asıllıq qrafikini istəsə, onda biz bu qrafiki necə çəkəcəyik? Temperaturumuz sabitdir. Baxın, təzyiq artır, tutaq ki, 1-2 proses belə verib, yenə də temperaturumuz sabit olacaq. İzotermik proses artıq burada həcm nə etməlidir? Azalmalıdır. Çünki təzyiqlə həcm tərs mütənasib asılıdır. İndi bu prosesdə şagirdlər, biz konsentrasiya ilə bağlı n bərabərdir P bölünsün KT ifadəsini yaza bilərik və yaxud da PV bölünsün, PV bərabərdir Newert düsturunda, n bölü Mr düsturunda hər tərəfi V-yə bölsək, belə bir ifadə alaraq təzyiq üçün rho RT bölünsün M ifadəsini alarıq. Bu iki ifadəyə görə biz baxırıq ki, temperatur sabit olduqda bizim konsentrasiyamız, buradan çəkirəm qrafikləri, konsentrasiyamız təzyiqlə və sıxlığımız təzyiqlə necə asılı olar? Düz mütənasib asılı olar. Burada da düz mütənasib asılıdır. Burada rho-nun özünün düsturunu təyin eləyəsi olsaq, PM bölünsün RT ifadəsini almış olarıq. Belə, onsuz da təzyiqlə, konsentrasiya ilə sıxlıq həcmlə tərs mütənasib asılı idi. Yəni, izotermik prosesimiz bu şəkildə. Temperatur sabitdir, P ilə V tərs asılıdır, N ilə rho, P ilə düz, V ilə tərs mütənasib asılıdır. Keçirik ikinci prosesimizə. İkinci prosesimiz nədən ibarətdir? İzobar proses deyəcəyik. İzobar, izobarik proses eyni şeylərdir. İzobar proses. İzobar prosesimiz isə kütlənin sabit qiymətində nə sabit olacaq? Təzyiq sabit olacaq. İndi bizim Mendeleev-Klaperon tənliyimizdə artıq P-ni siləcəyik. P-ni siləcəyik, onda qalacaq ifadəmiz belə V bölü T bərabərdir konstant. Yəni, bu o deməkdir V1 bölü T1 bərabərdir V2 bölü T2-yə. İki kəmiyyətin nisbəti sabitdirsə, o kəmiyyətlər düz mütənasib kəmiyyətlərdir. Demək ki, izobar prosesdə həcmlə temperatur düz mütənasib asılıdır. Bu ifadəyə isə biz deyəcəyik Gay-Lussac qanunu. Gay-Lussac qanunundan ibarət oldu ki, temperaturla həcm düz mütənasib asılıdır. İki qrafik çəkəcəyik. Həcmin temperaturdan asıllıq qrafiki, yenə də həcmin temperaturdan asıllıq qrafiki. Qrafiklərimiz bu şəkildə olacaq. Düz mütənasiblik, 1-2 prosesi, yenə də düz mütənasiblik, 1-2 prosesi. Buna deyəcəyik izobar
genişlənmə və qızma. Bu ikinci qrafikimizdə isə izobar sıxılma və yaxud da soyuma. Yəni, izobar genişlənmə ilə qızma eyni şeydir. İzobar sıxılma ilə də soyuma eyni şeydir. İndi təzyiqimiz sabit olduğu üçün artıq biz konsentrasiyanın temperaturdan asılılıq qrafiki və buradan çəkək, sıxlığın temperaturdan asılılıq qrafiki olacaq. Tərs mütənasiblik. Konsentrasiyamız tərs mütənasib asılı olacaq. M bərabərdir P bölünsün KT ifadəsinə görə. Təzyiqimiz burada sabitdir. İzobar prosesindən gedir söhbət. Bu da tərs mütənasib asılıdır və yenə də təzyiqimiz sabitdir. Amma burada sıxlığın hansı düsturuna əsasən? PM bölünsün RT düsturuna əsasən Romuz deyilən tərs mütənasib asılıdır. Bu oldu bizdən ötürü izobar prosesimiz. Gəlirik üçüncü halımıza. Üçüncü hal bizdən ötürü olacaq izoxor proses. İzoxor və yaxud da izoxorik proses eyni şeydir. İzoxor proses. İzoxor prosesdə kütlənin sabit qiymətində həcm sabitdir. Həcm sabit olanda yeni Mendeleyev-Clapeyron təhlili həcmi siləcək. Onda belə bir ifadə alarıq. P böl T bərabərdir konstant. Bu deməkdir ki, P1 böl P2 T1 bərabərdir P2 böl T2 ya da P1 böl P2 bərabərdir T1 böl T2. Yəni, təzyiqlə temperatur düz mütənasib asılıdır. Buna isə biz deyəcəyik Şarl qanunu. Şarl qanunu adlanır. Və indi biz təzyiqin temperaturdan asılılıq qrafikini çəkəcəyik. Təzyiqin temperaturdan asılılıq qrafiki iki variantda çəkək. Deməli, birinci olacaq düz mütənasiblik 1-2 prosesi. Buna deyəcəyik izoxor qızma. Burada isə qrafiki bu şəkildə çəkəcək düz mütənasiblik 1-2. Buna da deyəcəyik izoxor soyuma. Yadda saxlamaq lazımdır ki, kütləmiz sabit olduğu üçün, həcmimiz sabit olduğu üçün onda bizim konsentrasiyamız da sabitdir, sıxlığımız da sabitdir. Yəni, izoxor prosesdə sıxlıq və konsentrasiya da sabit qalacaq. Məsələn, biz konsentrasiyanın təzyiqdən və yaxud da temperaturdan fərqi yoxdur və yaxud da sıxlığın təzyiqdən və yaxud da temperaturdan fərqi yoxdur. Asıllıq qrafikini çəkəcək sabit asıllıq. Artıq bu bizdən ötürü olacaq izoxor proses. Yəni, izoxor prosesdə həcmlə yanaşı konsentrasiya və sıxlıq da sabitdir. Həcmin temperaturdan asıllıq qrafiki. İzoxor prosesdə istəsə bizdən biz onu sabit asıllıq çəkəcəyik. Burada təzyiq artıbsa, avtomatik burada da temperaturumuz artmış olacaq. Bu da bizim izoxor prosesimiz. Yəni də təkrar deyirəm, izoxor prosesdə həcm sabit qaldığı üçün konsentrasiyamız da, sıxlığımız da sabit qalır. Yəni, sıxlığın konsentrasiyanın sabit qrafiki veriləndə avtomatik biz biləcək ki, bu izoxor prosesdir. Bax, bu da bizim qaz qanunlarımız. İndi burada bir də bizim qərarlaşmış təzyiqin düsturu var. Burada kənardan çəkək. Məsələn, bizə 2 dənə fərqli həcmli qab verə bilər. Belə bir qab verə bilər. Həcmləri fərqli olan. Bunun həcmi olsun V1, buradakı təzyiq V1, kranla bağlayırıq. Buradakı həcmimiz V2, təzyiqimiz V2 olsun. Temperaturun sabit qiymətində kranı açsaq qərarlaşmış təzyiqimiz P qərar bərabər olar P1 V1 üstə gəlir P2 V2 bölünsün V1 plus V2 düsturu ilə hesablanır. Belə, bu da bizim qərarlaşmış təzyiqimizin düsturu və qaz qanunlarımız. Qaz qanunlarına aid
məsələlərimizdə yenə də diqqət edəcəyik. Həcm sabitdir. Təbii ki, burada qaz qanunlarında biz kütlənin sabit qiymətində Mendeleyev-Klapenın tənliyinə əsasən qaz qanunlarından danışdıq. Məsələn, kütləmiz sabit deyilsə, həcm sabitdirsə, biz deyə bilmərik ki, bu izoxor prosesdir. Aydındır mı? Yəni, kütlə də sabit, həcm də sabit olduğu halda, yəni verilmiş kütləli qazın həcmi sabit olarsa, bu prosesə biz izoxor proses deyəcəyik və bu zaman P-lə T düz mütənasib asılı olacaq. Əgər kütləmiz fərqlidirsə, onda biz P-lə T-nin asılılığında düz mütənasiblik çəkə bilmərik. Belə, bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın ki, digər şagirdlər də bundan faydalana bilsin.